Formula 1 pilotları yarış zamanı necə su içir? Formula 1 101 seriyası 5-ci hissə. Formula 1 maşınları yarış zamanı inanılmaz isinirlər. Onların içindəki temperatur bəzən 50-60 dərəcəyə qədər çıxa bilir. Bundan əlavə pilotlar alova davamlı geyim də geyinirlər. Nəticədə o qədər tərləyirlər ki, hər yarış demək olar 200 kiloqram çəki itirirlər. Buna görə də yarış zamanı su içmək onlar üçün çox vacibdir. Pilotlar suyu gördüyünüz həcmi təxminən 1.5 litr olan elastik maye torbalarından içirlər. Bu torbalar pilotların oturduqları yerin arxasına, bəzən də yanlarına bərkitilir və plastik boru vasitəsilə onların başına taxdığı şlemə birləşir. Bəzi maşınlarda sükandakı düyməyə basanda, bəzilərində isə sadəcə borudan suyu çəkəndə su boru vasitəsilə pilota çatır. Bu sistemin işləmədiyinə görə bəzi pilotların yarış boyu susuz qalıb problem yaşadığını görmüşük. Təbii ki, maşındakı istiliyə görə bu su da qızır və həmişə soyuq qalmır. Bəzən isə bu suyun içinə pilotlar üçün vitaminlər də əlavə olunur. Mən Rüfət Formula 1 haqqında maraqlı məlumatları sizinlə bölüşürəm. Səhifəmi izləməyi və şərhlərdə fikirlərinizi yazmağı unutmayın.